Yumurtalıqlar endometrioz kistaları. Günümüzdə bu kistalar çox yayılmışdır. Başqa dillə desək, şokolad kistaları da deyilir yumurtalıqların. Bildirmək istəyirəm ki, çox böyük müzakirə mövzusudur ki, bu kistalar müalicə mi olunmalıdır, yoxsa əməliyyat mı olunmalıdır? Nəzərinizə çatdıraq ki, müəyyən ölçüyə qədər bu kistalar müalicə olunur. Müəyyən ölçüdən sonra, yəni 5-6 santimetrə qədər olan kistalar müalicə olunurlar, amma 5-6 santimetrdən yuxarı olan kistalar təbii ki, eyni zamanda xəstənin şikayətlərinə də bağlıdır. Cərrahi yolla müdaxilə olunub aradan qaldırılmalıdır. Sadəcə olaraq cərrahi əməliyyat özünün bir sıra texniki çətinlikləri ola bilər və bu yüzdən professional həkim tərəfindən icra olunmalıdır. Belə ki, düzgün əməliyyat olunmazsa bu kistalar yenidən geri qayıda bilir. Eyni zamanda əgər kistanın möhtəviyyəti qarın boşluğuna dağılarsa və yaxud çanaq boşluğuna dağılarsa, yayılmış endometrioz əmələ gəlir və ağır şəkildə bitişmələrə, spaykalara səbəb ola bilər. Belə problemləriniz varsa, müraciət edə bilərsiniz və yüksək səviyyədə bu problemi aradan qaldıra bilərik.